Yolun hərəkət hissəsində dayanan piyadanı vurma. Yolu keçmək istəyən piyada avtobusun ikinci cərgə ilə yaxınlaşmasını görərək yolun hərəkət hissəsinə çıxır və yolun bir istiqamətli hərəkət zolaqlarının sərhəddini göstərən xəttin üzərində dayanaraq avtobusun keçməsini gözləyir. Bu vaxt avtobusun arxasınca hərəkət edən göy avtomobilin sürücüsü irəlidə gedən avtobusu sağdan ötüb keçmək məqsədi ilə sürəti azaltmadan manevrə başlayır. Bu anda göy rəngli avtomobilin sürücüsü yolda dayanmış piyadanı görsə də artıq gecdir. Göy rəngli avtomobilin sürətinin yüksək olması nə sürücüyə, nə də piyadaya hadisədən qaçmağa imkan vermir. Avtomobilin sürücüsü manevr edərkən ara məsafəsini elə seçməlidir ki, görünüş dairəsi geniş və təhlükəsiz olsun. Piyada isə yaxınlaşmaqda olan avtomobilin yolun birinci və ikinci cərgə ilə hərəkət etməsindən asılı olmayaraq nəqliyyat vasitələrinin keçməsini gözləməli və yolu tam keçib qurtara biləcəyinə əmin olduqdan sonra hərəkətə başlamalıdır. Bir istiqamətdə 2 və ya 3 zolağı olan yolda hərəkət zolaqlarının sərhəddini göstərən xəttin üzərində dayanmaq piyada üçün təhlükəlidir və qanunla qadağan olunur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi